polisdə may ayının 21-də olmuş aksiyada çəkilişlər zamanı orada polis bunun kamerasını qırıbdır və bu kameradan görünür ki, bu polisə söyüşləyib kamerasını qırıb və bunu bulduğuna görə. Bunun əsasında bugün qanunsuz olaraq saxlanılıb, onun əməlində hər hansı bir cinayət tərkibi yoxdur. Digər bir tərəfdən də Cinayət Prosessual Məcəlləsinin 155-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlərdir. Yəni 2 il azadlıqdan məhrum etmə cəzasından az cəza nəzərdə tutulmuş cinayətlər üzrə həbs qətimkan tədbirinin seçilməsinə yol vermir. Və bunun tutulması tamamilə qanunsuzdur. Yəni faktiki olaraq istintaq belə bir bəhanə gətirir ki, onun qaçıb gizlənmə ehtimalı var, ona görə tutulubdur. Bu uydurma bir ehtimaldır. Ona görə ki, ittiham irəli sürüldüyünü bildiyi halda Gürcüstandan özü ölkəyə gəlib və biz özümüz zəng edib bugün gələcəyimizi bildirmişik. Vədələşdiyimiz vaxtda biz gəlmişik, öz ifadəsini veribdir. Yəni, bununla bağlı biz bütün hüquqi prosedur çərçivəsində öz mübarizələrimizi aparacağıq. Mehman orada həbsində əlavə edib protokola ki, hesab edir ki, həbs olunub Think for Democracy kampaniyanın media koordinatoru rolunu oynadığı üçün, həmçinin jurnalist fəaliyyətinə görə, reportyorların azadlıq təhlükəsizlik institutunun əməkdaşı olduğu üçün, həmçinin də bildirib ki, Əli Həsənov müvafiq çıxış eləmişdi. Bir neçə gün öncə demişdi ki, Avroviziyada Azərbaycanın tənqidini təşkil edən jurnalistlər və qurumlar cəzalandırılmalıdırlar və o hesab edir ki, bu onun həbsi həmin çıxışın məntiqi sonudur və həmçinin də bildirdi ki, siyasi sifariş olaraq birbaşa göstəriş prezident aparatından veribdir və o istisna eləməlidir ki, onun həbsinin arxasında məhz prezident İlham Əliyevin şəxsi siyasi sifarişi ola bilər. Və yenə də biz hesab edirik ki, onun həbsi qanuna zidd olubdur. Mehman 6-sından 9-una qədər, yəni faktiki olaraq dünənə qədər, 11-nə qədər Gürcüstandaydı. Bu barədə vəkili Elçin Sadıqov məlumat vermişdi və istintaqdan yayılmaq fikri də yox idi və biz Mehman Hüseynovun işi ilə bağlı hesab edirik ki, bu iş uydurmadır. Ən azından ona görə ki, Mehman Hüseynovun saxlanmasına əsas səbəb güya onun xüsusi təyinatlı polis işçisinin 5 nəfər polis işçisinin faktiki olaraq döyülməsidir. Güya bu bir jurnalist çəkiliş apara-apara 5 xüsusi təyinatlını da döyübdür. Söyüş məsələsində Mehman bildirib ki, orada ona qarşı da polis ona söyüş söymişdi, o da polisə söyüş qaytarmışdı. Bundan polis onun kamerasını da vurubdur və bizim digər əməkdaşı Mirayim Həsənovun kamerasını sındırıbdı və Mehman Hüseynovun da kameralarını zədə endirərək onu yararsız hala saldığına görə və Mehmanı həmin polis nəfəri təhqir etdiyi üçün Mehman deyib ki, mən də emosiya olaraq istisna eləmirəm ki, mən də həmin şəxsi söymüşəm. Amma Mehman Hüseynov bir mənalı olaraq deyib ki, həmin şahidlər yalan ifadə veriblər, bu siyasi sifarişdir və o, ən azından bu polisləri siz özünüz görürsünüz ki, onlar hərəsinin boyu 1,92 metr boyu olan cəngəvərlərdir və bu cürə belə yekəpər polisə gücsüz bir jurnalist heç bir xəsarət və yaxud eləyə bilmər. Biz də sabah saat 12-də bu məsələ ilə bağlı Reportyorların Azadlığı və Təhlükəsizlik İnstitutu və Think for Democracy kampaniyasının bütün üzvləri ilə tədbir keçirəcəyik. Həmçinin də indidən biz bütün həm ABŞ-da, həm Avropada olan bütün tərəfdaşlarımızı, beynəlxalq partnyorları, üzv olduğumuz beynəlxalq koalisiyalar bu məsələ ilə bağlı məlumatlandıracağıq və Azərbaycan hakimiyyəti bir daha bütün dünyada
öz əsl simasını, insan haqlarını, ifadə azadlığını boğmaq istəyən avtoritar rejim olduğunu bir daha bütün dünya sübut etmiş olacaq. Və biz Mehmana və Media Hüquqları İnstitutu tərəfindən bütün zəruri yardımı təmin edirik. Hesab edirik ki, bizim beynəlxalq tərəfdaşlar da bu barədə müəyyən yardımlar bizə edəcək. Bu qədər. 48 saat ərzində verilməlidir məhkəməyə və məhkəmə bu tutulduğuna görə mən düşünürəm ki, məhkəmə qarşıda biləcəklər. Yəni, sipariş olmasaydı burada bunu bir mənalı olaraq günü bugündən hakimiyyət Avroviziyadan sonra onlara bu günə kimi misli görünməmiş ziyan verən hüquq müdafiə qurumlarına, jurnalistlər və qisas kampaniyasını başlayıb. Biz bu qisas kampaniyasına hazırıq və biz hesab edirik ki, biz işimizi prinsipial olaraq davam elətdirəcəyik və Azərbaycan nə vaxta kimi insan haqları pozulacaq və ifadə azadlığı boğulacaq və jurnalistlər həbs olunacaq, biz işimizi davam edəcəyik. Bu qədər.